Salam, axşamınız xeyir olsun. Demək biz bu gün kargüzarlığın işə qəbulunda düşən 5 sualı e, tərtib eləyəcəyik və doğru cavabları cavablandıracağıq inşallah. Demək, ilk sual kargüzarlıq nədir? Ümumiyyətlə kargüzarlıq mövzusunu hazırlaşan müəllimlər dəqiq və diqqətlə oxumalıdır. Yenə deyirəm, 2022-2023-cü ildən bəri işə qəbulda bunu hər kəs təksib edə bilər. İşə qəbulda düşən suallardır bunlar. Kargüzarlıq mövzusunu da diqqətlə oxumaq daha məqsədə uyğundur. Ümumiyyətlə kargüzarlıq nədir deyiləndə o mövzunu oxusaq, yəni bu suallar bizə çətinlik yaratmayacaq inşallah. Demək, kargüzarlıq nədir? Təşkilatın öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətdir. Ümumiyyətlə kargüzarlıq deyəndə qısaca yadda saxlamaq lazımdır. Sənədləşdirmə və sənədlə işin təşkili üzrə fəaliyyət. Kargüzarlıq bundan ibarətdir. Yəni digər variantları oxumuram. Gördüyünüz kimi doğru cavabı da işarələmişəm. Yəni 2 mötərizə içərisində işarələmişəm. Hazırlaşanlar üçün daha rahat olsun. İkinci sualımız, sənədin rəsmiləşdirilməsi hansı qaydada həyata keçirilir? Ümumiyyətlə, hər hansısa bir sənədi, ümumiyyətlə kargüzar bilirsiniz, hər hansısa müəssisədə ya digər dövlət və qeyri-dövlət obyektlərində kargüzarlıq həmin struktur bölmənin rəhbərinin köməkçisi nəzərdə tutulur və burada hər hansısa bir sənədin rəsmiləşdirilməsi həyata necə keçirilir? Doğru cavablar isə yenə deyirəm, bu da dərslikdir. Dərslikləri oxuyandan sonra bu tipdə suallar çox rahat olacaq. Ona görə sənədin rəsmiləşdirilməsi hansı qaydada həyata keçirilir? İmzalamadır, təsdiq etmədir, bir də möhürləmədir. Yəni doğru cavabları nə qədər variant verilir, verilsin. Siz əgər sənədin rəsmiləşdirilməsi mövzusunu diqqətlə oxusanız, verilən suallarda çətinlik yaratmayacaq inşallah. Ümumiyyətlə, üçüncü sual, yenə dediyim kimi, bu da qəbula düşən suallardan biridir. Blanklar hansı kağızdan hazırlanmalıdır? Bir nömrəli ağ yazı. Doğru cavab A variantıdır. Hansı hallarda, təşkilatlarda kargüzarlıq mərkəzləşdirilməmiş qaydada aparılır? Ümumiyyətlə, yenə deyirəm, bu da geniş mövzudur. Demək, kargüzarlıq ümumiyyətlə 2 qaydada aparılır. Mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş. Növbəti dərslərimizdə də indi sualımız mərkəzləşdirilməmişdir. Növbəti dərslərimizdə isə mərkəzləşdirilmiş qaydada aparılan demək, mövzulara aid suallar salacaq inşallah. Ümumiyyətlə, yenə sualı təkrar oxuyuram. Hansı hallarda, təşkilatlarda kargüzarlıq mərkəzləşdirilməmiş qaydada aparılır? Sənəd dövriyyəsi ildə 25 mindən çox olan, bir də struktur bölmələri ayrı-ayrı ərazidə yerləşən. Yəni, mərkəzləşdirilməmiş qaydada aparılır söhbət gedirsə, buna çox diqqət etmək lazımdır. Çünki, yenə dediyim kimi, kargüzarlıq 2 qaydada aparılır, mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş. Bu dərsdə mərkəzləşdirilməmiş öyrəndik, növbəti dərslərimizdə isə digər variantda öyrənəcəyik. 5-ci sual, bu da çox maraqlı və dediyim kimi 2 ildir ki, arda-arda düşən suallardan biridir. Akt kim tərəfindən imzalanır? Bəli. Ümumiyyətlə, aktın tərtib olunması, belə deyim, hələ ki, kargüzarlıq sahəsindən hazırlaşanlar üçün bu biraz müəmmalı gəlir. Çünki həmin işin təşkili haqqında, işin fəaliyyəti haqqında məlumat olmur. Yalnız hazırlaşmaq, öyrənmək olduğu üçün. Amma işləyən şəxslər ümumiyyətlə aktın tərtib olunması, imzalanması, təsdiq olunması kim və kimlər tərəfindən aparılır, onu yaxşı bilir. Ümumiyyətlə, bizim 5-ci sualımız da ondan ibarətdir ki, akt kim tərəfindən imzalanır? Variant sədr, katib, müvafiq dövlət orqanının rəhbəri, onun tərtib olunmasında iştirak edən şəxslər. Ümumiyyətlə, aktın tərtib olunması, onun tərtib olunmasında kim iştirak edirsə, həmin şəxslər tərəfindən imzalanır. Düşünürəm ki, bizim burada təhlil elədiyimiz 5 sual sizin belə deyək, xeyrinizə olacaq, nə isə öyrənmiş olacaqsınız. İnşallah ki, hələ ki 5 sualla başladıq. Bundan sonra ümumiyyətlə kargüzarlıq mövzusuna ixtisasdan nə qədər suallar var, paylaşacağıq.